Nəsimi rayon polis idarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təmiz hava aylığı çərçivəsində maarifləndirici tədbir keçirib. Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb. Atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Yoldaş sürücü, təmiz hava aylığı ilə bağlı Nəsimi rayon ərazisində profilaktiki tədbirlər keçirilir. Dəm qazlarının artıq olub-olmaması yoxlanılacaq sizin iştirakınızla. Yoxlama zamanı sizin nəqliyyat vasitənizdə işlənmiş qazların xarici ilə bağlı dəm qazının normadan artıq olmağı müəyyən olundu. Eyni zamanda sürücülərlə profilaktik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı baxımından əhəmiyyətli izah olunub. Həyata keçirilən nəzarət profilaktik tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranış formaları, nəqliyyat vasitələrinin texniki nasazlığı təmin olunması və ətraf mühitin mühafizəsinə yönləndirilib. Xatırladaq ki, ölkə ərazisində təmiz hava aylığı ilə bağlı tədbirlər davam etdirilir. Sevindi Lakifoğlu, Medios TV.